Stefan Zweig, Dünənin dünyası, Bir Avropalının xatirələri. Dahi Avstriyalı yazıcı Stefan Zweig 1881-1942 Dünənin dünyası adlı xatirələr kitabında Avropanın 20-ci əsrin birinci yarısında mədəni və siyasi həyatını öz başına gələn hadisələr fonunda son dərəcə canlı şəkildə təsvir etmişdi. Çox zəngin ədəbi irsə malik olan yazıçının əsərləri ilə Azərbaycan oxucusu gec də olsa artıq geniş şəkildə tanış olmağa başlayıb. Bu kitab Alatoran Yayınları seriyasından Stefan Zweigin oxuculara təqdim olunan ikinci əsəridir. Bundan əvvəl həmin seriyadan Bəşəriyyətin Ulduzlu Saatları tarixi novellalar toplusu 2010-cu ildə dərc olunmuşdu. Tərcümə edənlər: Zaur Səttarlı, Yasəmən Abbasova. Redaktor: Namiq Hüseynli. Kitab Azərbaycan dilində 2013-cü il mart ayının 15-də dərc olunmuşdu. Stefan Zweig 1881-ci ildə Viyanada doğulub. Atası Yəhudi əsilli varlı bir fabrikant olub. Gələcək yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat qalmayıb. Özü bu haqda çox xəsisliklə danışıb hər zaman. Əsrin sonlarında bütün Avropa intellektuallarının həyatına bənzər bir həyatı olduğunu söyləyib sadəcə. 1900-cü ildə gimnaziyanı bitirdikdən sonra Zweig Viyana Universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına Gümüş Simlər, Silberne Seiten adlı ilk şeirlər kitabını dərc etdirib. Viyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra 1905-ci ildə Londona və Parisə yollanıb. Daha sonra 1906-cı ildə İtaliya və İspaniyaya, 1912-ci ildə isə Hindistana, ABŞ-a, Kubaya və Panamaya səyahət edib. Birinci Dünya Savaşının son illərində 1917-1918-ci illərdə İsveçrədə, 1919-1934-cü illərdə isə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-cu ildə isə Nyu-Yorka gedib. Bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlaindən, Baudelairdən və Verharndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləri ilə də şöhrət qazanıb. Psixologiyaya və Freud təliminə böyük marağı Zweigin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinliyi açısından diqqəti cəlb edir. Zweig müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadı ilə birlikdə intihar etmişdi.